müddət gedir, super. Mənim adım Aqil, yəqin tanış olmusunuz, LinkedIn səhifəsidir. Əvvəllər işlədiyim şirkətlərdir burada. CRBN, ABB, Capital Bank, Golden Pay. Hal-hazırda DigiSmartda Senior Software Engineer kimi çalışıram. Eyni zamanda Texnoera'da Software Engineering üzrə instruktor kimi işləyirəm, yəni müəllim kimi. Həmçinin mənim YouTube kanalım var. Burada da vaxt olduqca backend engineering ilə bağlı videolar paylaşıram. Okay, gələk indi software engineering-ə. Software engineering nə deməkdir? Software engineering Azərbaycan dilində mənası proqram mühəndisliyidir. Bunun biraz açsaq əslində proqram təminatı mühəndisi də deyilir. Azərbaycan dilində, ingilis dilində də əslində proqramçı, developer, backend engineer, front-end engineer deyə başlıqlar var, sahələr var. Amma ki, software engineering əslində düzdür, hər kəs buna fərqli bir ad verə bilər, tərif verə bilər. Ümumi olaraq bu bütün backend, front-end, mobile bunların birləşməsindən yaranan əslində bir engineering sahəsidir. Yəni proqram təminatını develop edən bir şəxsdir, inkişaf etdirən bir şəxsdir. Proqram təminatını misal olaraq göstərsək, məsələn, Azərbaycanda məşhur bank applicationlarıdır məsələn. Hər hansı bir bankın bank application, yəni mobildə biz həmin əpi yükləyirik, orada görünən tərəfimiz var, vizual olaraq görürük, arxada nələrsə baş verir, data analitiklər var, arxada o sistemi analiz edir falan. Yəni DevOps engineerlər var. Bunlar əslində hamısı bir yerdə software engineering adı altında birləşir. Bu mənim verdiyim tərifdir. Ola bilər ki, kimsə başqa cür tərif versin. Ümumi olaraq, yəni software engineeringin məqsədi nədir? Bizdə hər hansısa bir biznesdən söhbət gedir. Məsələn, hər hansı bir biznes olur. Ona biz kimlərə veririk? İnsanlara veririk, istifadəçilərə veririk. Bu da istifadəçilərin hansısa bir problemini həll edir. Məsələn, bank applicationları hansı problemi həll edir? Biz rahatlıqla kartdan karta transfer edə bilirik, kommunal ödənişlərimizi ödəyə bilirik, krediti onlayn ala bilirik, depozit qoya bilirik. Yəni bunlar mobile appdə baş verir. Əgər bu məsələn proqram təminatı olmasaydı, biz gərək bankın özünə gedək və yaxud da telefonla zəng edib hansısa bir əməliyyatları apara bilərdik. Bu da bizim vaxtımızın bir çoxu bura gedəcəkdir, yol pulu falan filan. Yəni bir neçə problem var. Biz bu problemləri həll edirik. İstifadəçiyə ehtiyaclarını qarşılayan etibarlı və keyfiyyətli proqramları yaradırıq. Burada etibarlı və keyfiyyətli sözləri yazılıb. Bunlar da çox önəmli sözlərdir əslində. Yəni yazdığımız proqram təminatı etibarlı olmalıdır. Çünki məsələn bizdə elə bank application'dan misal alsaq, yəni etibarlı olmasa bizim pulumuz çıxa bilər, gedə bilər və yaxud da transferimiz səhv ola bilər. Həmçinin keyfiyyətli olması lazımdır ki, məsələn indi Baku baslarda ödənişi adətən hər kəs kartla eləyir, nümunə olaraq deyirəm. Ki, məsələn, üstümüzdə pul yoxdur, Baku kartı götürməmişik, ancaq kartımızda da pul, kart da evdədir, sadəcə bizdə telefon var. İndi hardansa harası getmək istəyirik, A məntəqəsindən B məntəqəsinə və biz avtobusa daxil olanda telefonla ödəniş eləmək istəyirik. Bu zaman bizdə problem olsa, bizim proqram təminatımızda problem olsa, həmin adam artıq yolda qalmış olacaq, ödəniş eləyə bilməyəcək. Bu da keyfiyyətsiz proqram təminatıdır. Ona görə çalışmaq lazımdır ki, proqram təminatı keyfiyyətli olsun. Əslində proqram təminatının yazan şəxslərin backgrounduna baxsaq, məsələn, məktəb vaxtlarında, universitet vaxtlarında adətən kimlər bu sahəyə daha maraqlı ola bilər? Burada bəzi sahələr yazılıb, riyaziyyatdır, məntiqdir, dizayndır, menecmentdir və kommunikasiyadır. Burada menecment və kommunikasiya hardasa soft skilllərə toxunur. Burada da hard skilllərdir. Riyaziyyat, məntiq, dizayn. Ki, bu sahələrə marağı olanlar adətən yönəlsə daha yaxşıdır. Tətbiq sahələri software engineeringin webdir, məsələn, saytlara daxil oluruq. Hal-hazırda biz məsələn Google Meet-dən istifadə edirik, web tətbiqdir.
və onun üzərindən danışırıq. Mobile-da bayaq dediyim bank applicationları hamısı mobile app'lərdədir. Masaüstü oyun, sistem, data, masaüstü kompüterlərdə əslində web-ə gedir və yaxud da masaüstü proqram təminatları olur. Hansı ki, məsələn, Zoom proqram təminatını kompüterimizə yükləyirik, oradan qoşuluruq. O masaüstü proqram təminatı gedir. Bildiyimiz kimi oyunlardır, bəzi sistemlərdir, data burada ümumi anlayışlardır. Süni intellekt də artıq dövrümüzə girib. Yəni bunlar hamısı proqram təminatı, mühəndisliyi bu bütün sahələrə daxildir. Ümumi olaraq burada bir flot çəkilib. Burada məsələn bir proqram təminatı sıfırdan axıra qədər hansı mərhələlərdən keçir ona baxacağıq. Növbəti slaydlarda daha detallı baxacağıq onlara. Mən istəyirəm məsələn bir mövzunu bitirəndən sonra sizin hansısa bir suallarınız falan olsa chatda yazın və yaxud da əlinizi qaldırıb sualları verə bilərsiniz ki, belə cavabsız qalmasın beyninizdəki suallar. Olsa verə bilərsiniz ya da chata yaza bilərsiniz. Okay. Gəlin davam edək. Burada hal-hazırda sosial engineeringin hansı texniki və soft skilllərə sahib olmalıdır deyə sual verilib. Məsələn, siz hansısa bir proqram təminatını öyrənmək istəyirsinizsə, bu düzdür, növbəti slaydlarda biz gələcək front-end, back-end ayrı-ayrı hamısına baxacağıq. Amma ümumi olaraq biz bir proqram təminatı mühəndisi hansısa bir proqramlaşdırma dillərindən azından birini bilməlidir ki, o dildə götürüb proqram təminatını yaza bilsin. Azərbaycanda ən məşhur dillərdən biri Java-dır, C#-dır. Məsələn, front-end yazanlar JavaScript əvəz olunmaz bir dildir. Go-dur, Python-dur. Bu kimi proqramlaşdırma dillərindən birini öyrənmək lazımdır. Daha sonra məktəb vaxtlarından elə öyrədirlər data structure and algoritmlər. Həmçinin siz öz həm öyrənmə müddətində, həm tələbəlik, məktəblik, həm də iş mühitində həmişə bu data structure və algoritmlərlə işləmək lazımdır. Yəni bu lazım must skilllərdən biridir. Ki bunu nə qədər çox işləsəniz, o qədər problem həll etmə bacarığınız daha artır. Hansısa bir problemlə qarşılaşanda avtomatik beyniniz daha yaxşı işləyir. Yəni data structure and algoritmləri üzərində işlədikdən sonra. Okay. Gəlin indi davam edək. Daha sonra verilənlər bazasıdır. Yəni backend engineersinizsə məsələn, sizin yazdığınız proqram təminatının dataları arxada hardasa bir database-də yazılır. Database nədir? Məsələn, Excel ən sadə databaselərdən biridir. Məsələn, Excel-də biz nə edirik? Dataları save edirik. Hansı şəkildə? Sütun şəklində. Həmçinin relational və SQL var burada və NoSQL databaseləri var. Postgre, Oracle, MongoDB, Cassandra kimi databaselər var. Bizim yazdığımız biznes məntiqdən asılı olaraq database'in formasında özümüz seçirik hansı database olacaqsa. Və biz engineer olaraq, sosial engineer olaraq hansısa bir database'i müəyyən şəkildə yaxşı formada bilməliyik. Və ora zaten bizim işimiz data yazmaqdır. Ki bütün proqram təminatlarının datası database-də saxlanılır. Okay. Sonra proqram təminatı mühəndisi System Design və Architecture anlayışı var. System Design bir proqram təminatı yazılmamışdan əvvəl onun birinci arxitekturası, sistem dizaynı çəkilir. Daha sonra qərara gəlirik ki, bu komponentlərdən ibarət olacaq bizim sistemimiz. X bir database seçəcəyik. Məsələn, müxtəlif servislər olacaq və o servislər arasında əlaqələri təmin edəcəyik. Artıq bu sistem dizayn və software arxitekturanı təyin edəndən sonra biz başlayırıq developmentə. O stage-ə gələcəyi bu yəni texniki skilllərdən biridir burada. Amma software engineeringdə də proqram təminatının yazılma ardıcıllığında o software arxitekturanın və sistem dizaynı çəkilməsinin bir stage də vardır. Okay. Sonra davam edək. Git və versiya nəzarət sistemi var. Yəni GitHub, GitLab yəqin eşitmisiniz. Bu nə edir? Bizim kodlarımızı versiyalı şəkildə saxlayır. Məsələn, bir proqram təminatı yazırıq. Deyək ki, 6 il vaxtımızı çəkib və biz əgər gündəlik onunla məşğul oluruqsa,
gündəlik kodlar yazırıq və kod bazaya yerləşdiririk bizim kodlarımızı. Hər gün biz bu məsələn bir fayl yaradıb ora müxtəlif versiyalar qoysaq, hər gün 1-2 dənə versiya yazılsa, təxminən 6 ildə, yəni çox məsələn faylı version 1, version 2 kimi yazsaq, 6 ildən sonra çox böyük bir fayl sistemi yaranacaq və biz orada itib batacağıq. Əvvəlki versiyaya qayıtmaq istəsək, qayıda bilməyəcəyik falan. Buna görə artıq Git nəzarət versiya sistemi var. Artıq burada bizim kodlarımızı rahatlıqla versiyalı şəkildə idarə edə bilirik. Okay. Daha sonra texniki skilllərdən biri proqram təminatında test yazmaqdır. Yazdığımız proqram təminatının testlərini də yazmaq lazımdır. Bu düzdür. Süni intellekt çıxıb son zamanlar süni intellektlə edirik bunları. Amma əvvəllər özümüz yazırdıq proqram təminatında yazdığımız kodların testlərini. Bir də debugging skilli var. Debugging əslində çox vacib skilllərdən biridir. Bunu nə vaxt lazım olur? Təsəvvür eləyin. Hansısa bir bankda işləyirsiniz siz. Müştəri zəng eləyib call centerə ki, mən hansısa kartdan kiməsə köçürmə eləmişəm, amma ki mənim kartımdan pul çıxıb digər karta çatmayıb. Bu zaman call center müştərisi baxır, nəsə problem tapa bilmir və sorğunu yönləndirirlər proqramçılara, developerlərə ki, bu problem nədirsə araşdırılsın. Burada artıq bu texniki skilllərdən debugging skilli lazımdır. Biz girib baxmalıyıq koda, loqlara baxmalıyıq, görməliyik ki, nə vaxt baş verib bu, necə baş verib, niyə görə A kartından B kartına pul getməyib, bunu araşdırıb tapmalıyıq. Bu əslində debugging skillidir. Okay, burada API inteqrasiya var. Bu front-end ilə back-end arasında olan API odur ki, front-la back-end arasında bir layer var. Yəni biz dataları front-enddə API-lər vasitəsilə veririk. Bunda API-lar, REST API-lar adlanan bir terminologiya var. Çox girmirəm içəri. Ki bu, yəni standartları falan yaxşı bilmək lazımdır ki, doğru API structure-ını verək biz. Əməliyyat sistemləri və şəbəkənin əsaslarını müəyyən qədər bilmək lazımdır bir software engineer olaraq ki, ümumiyyətlə məsələn biz bizim proqram təminatımızı hansısa bir serverə yerləşdirəndə, serverdə böyük kompüter kimi düşünün, onlar adətən Linux əməliyyat sistemində olur. Onunla işləməyi bacarmalıyıq ki, biz oraya yerləşdirəndə sabah nəsə oradan araşdırmaq lazım olsa, məsələn Linuxda bəzi əmrlər falan olur ki, onları bilək və araşdıra bilək. Növbəti texniki skilllərdən biri cloud-dur. AWS, Azure, Google Cloud. Yəni bunları müəyyən qədər bilmək lazımdır əgər cloudlarla işləyəcəksinizsə. Bir də CI/CD, DevOps-un əsasları var. Bu DevOps, yəni biz proqram təminatı, indi DevOps nədirsə ona daha detallı baxacağıq. Sadəcə indidən qısa olaraq deyim ki, yazdığımız kodları serverə qoymaq istəyirik. Burada artıq DevOps işə girir. Günün sonunda, yəni bu 2026-cı ildə artıq əslində buradakı texniki skilllər əvvəllər çox vacib idi, amma indi süni intellekt dövrüdür. Demək olar ki, bunların hamısını süni intellekt vasitəsilə özümüz idarə edə bilirik. Yəni süni intellektdə AI prompt yazırıq, kodumuzu da AI yazır. Data structure-da problem olanda da AI tapır falan. Demək olar ki, bunların əksəriyyətini AI ilə həll etmək olur. Amma yenə də çox vacib skilllərdir ki, bunları bilmək lazımdır, yoxsa proqram təminatı mühəndisi ola bilmərik. İndi keçək soft skilllərə. Günümüzdə soft skilllər çox vacibdir. Çünki AI texniki skillləri əvəzləyə bilər, amma soft skillləri əvəzləyə bilməz. Çünki soft skilllər elə bir şeydir ki, iki insan arasındakı kommunikasiyadır və iki və yaxud da bir neçə insan arasında, bir komanda arasında. Burada artıq məsələn soft skilllər qeyd olunub, problemləri həll etmə bacarığı. Bu bir əslində soft skilldir ki, biz problemləri
həll etmə bacarığını artırmalıyıq. Çünki biz bir proqramçıyıq. Hər zaman problemlərlə qarşılaşırıq və bu problemləri həll etməliyik. Problemləri həll etmə bacarığının artması üçün burada data structure and algoritm var idi. Bundan çox işləmək lazımdır. Ki bu əslində data structure və algoritmlər müxtəlif problemlərin, məsələn algoritmlər nədir? Hansısa bir problemin həllinin ardıcıllığıdır. Ki hansısa bir ardıcıllıqla biz eləyirik. Və burada artıq problem həll etmə bacarığı artır. Daha sonra analitik düşüncə ki, məsələn bayaq kartdan karta transferdə dedim, problem yaranır. Burada biz düşünməliyik ki, harda problem ola bilər? Analiz etməliyik, baxmalıyıq bizdə neçə servis var, loqlara baxmalıyıq ki, burada nə problemlər çıxıb, onu tapaq. Daha sonra kommunikasiya. Məsələn, biz hansısa bir proqram təminatını yazanda təsəvvür edin ki, tapşırıq gəlib. Detallı yazılmayıb həmin tapşırıq. Sadəcə bizdə götürüb baxırıq, heç nə başa düşmürük. Elə adamlar olur ki, heç nəsə azından başa düşsə götürüb onu yazmağa çalışır. Amma əslində ondan istənildiyi o deyildi. Buna görə məsələn hansısa bir tapşırıq gəlibsə bizə və biz onu başa düşmürüksə, bunu rahat şəkildə kommunikasiya etmək lazımdır ki, task kim tərəfindən gəlibsə ki, nədir bu, nəvin falan şey çatışmır, başa düşmək lazımdır. Ümumiyyətlə bu tərəfdən kommunikasiya vacibdir. Bir də ümumi komandayla işləyəndə, yəni hər keysdə bizə lazımdır kommunikasiya. Bir qalır komanda işi ilə işləmək. Komanda artıq, yəni biz hansısa bir proqram təminatını yazırıqsa, biz 100% bir komandayla işləyirik. Ki bu komandada növbəti slaydlarda göstərəcəm kimlər olursa, hansı adamlar olursa, yəni biz bu adamlarla işləmək üçün bir yerdə işləməyimiz lazımdır. Ki, yəni ayrı oturub biz özümüz harasa izolate olub orada işləyə bilmərik. Çünki bir produkt tək bizdən asılı deyil, bir komandadan asılıdır. Ona görə komandadan işləmək bacarığı lazımdır. Vaxtın idarə olunması var burada. Vaxtın idarə olunması, məsələn, bizə deyilib ki, 3 aya hansısa bir funksionallığı yazmalıyıq. Məsələn, kartdan karta transferi. Burada biz düşünməliyik ki, biz bunu 3 aya qutara biləcəyik, yoxsa yox. Biz də burada yəni tək siz qərar vermirsiniz. Bütün komanda yenə qərar verir. Sadəcə analiz edirsiniz. Görürsünüz ki, yox, 3 ay bunun üçün çox azdır. Siz bunu düzgün kommunikasiya edirsiniz ki, bu 3 ay burada, okey. Bu 3 ay azdır, yəni çatmayacaq. Ona görə 6 aya qaldırmaq lazımdır. Yəni bu formada yəni düzgün məsələn analiz edib düzgün göstərmək lazımdır. Həmin taskı məsələn qaldırırsınız 6 aya. Daha sonra əslində burada artıq vaxtın idarə olunması indi içəri girir ki, siz 6 aya götürdünüz və düşünməlisiniz ki, taskları elə bölməlisiniz ki, 6 aya bu bitməlidir. Və artıq siz indidən başdan düzgün formada planlaşdırsanız, ən sona qədər düzgün gedəcəksiniz. Yox, əgər hansısa bir problemli tərəfinə odaqlanıb qalsanız, fokuslanıb qalsanız, bu problemdir ki, növbəti məsələn stejlər gecikəcək və fail olacaq sizin proqram təminatınızın funksionallığı. Burada adaptivlik və öyrənməyə açıq olmaqdır. Əslində adaptivlik də çox vacib skilllərdən biridir. Adaptivlik nədir? Məsələn, təsəvvür eləyin, işə girmisiniz və artıq həmin iş yerindəki insanlara adapt olmaq lazımdır, yəni öyrəşmək lazımdır. Ki, insanları tanımaq lazımdır, kimə, nəyə görə yaxınlaşmağınız lazımdır, bilməniz lazımdır ki, hansı problem olanda kimə yaxınlaşın. Bu formada adaptiv olmaq lazımdır və öyrənməyə açıq olmaq lazımdır. Ümumiyyətlə, proqram təminatı mühəndisi, sosio-engineer hər zaman öyrənməlidir. 20 yaşında da, 30 yaşında da, 40 yaşında da, 50 yaşında da. Çünki günümüzdə texnologiyalar sürətlə inkişaf eləyir, təzə şeylər çıxır. Yəni biz bundan, bu məlumatlarla yeni qalmalıyıq. Daha sonra burada yaradıcı düşüncə, empatiya, liderlik bacarığı var. Bunlar da olmalıdır. Ümumi olaraq, yəni adətən
Əsasən biz texniki skilllərə fokuslanırıq. Bunlar qalır yaddan çıxıb, soft skilllər. Yumşaq bacarıqlar Azərbaycan dilində desək. Çalışmaq lazımdır ki, bu soft skillləri də yüksək səviyyədə saxlayaq. Bəlkə də 50% texniki skilllər, 50% də soft skilllər lazımdır iş olaraq. Yəni çox da fərqi yoxdur. Soft skill, təsəvvür edin, sizin texniki skillləriniz high-dırsa, çox superdirsə və soft skillləriniz bərbaddirsə, siz yəni komandanla işləyə bilməyəcəksiniz və layihəni fail edəcəksiniz. Burada sizə texniki skillləriniz köməklik eləməyəcək. Amma bunlar bir-birinə köməklik eləyir. Soft skilllər texniki skilllərin inkişafına, texniki skilllər isə soft skilllərin inkişafına yardımçı olur. Okay, suallar görsənmir hələ ki. Nəsə suallarınız olsa verin. Davam edeyim mən. Bir proqram ideyadan productiona qədər necə yaranır? Production nə deməkdir? İnsanlar, məsələn, biz productiona qoyuruq proqram təminatına kodlarımızı və insanlar onu istifadə edir. Bu necə production adlanır? İndi gəlin baxaq, hansı steplərdən keçirik biz bu productiona gəlsin bu ideya. Ən birinci, məsələn, ideyalar olur. Layihələrdə birinci nəsə bir problem görünür. Sonra artıq bu ideya və təhlil zamanı problemi müəyyənləşdiririk. Daha sonra baxırıq ki, məsələn, istifadəçilərlə intervyular eləyib, baxırıq bu insanların bu problemi həqiqətən də varmı? Ehtiyaclarını toplayırıq ki, baxaq görək bunların həqiqətən də bu problemin həllinə ehtiyacı varmı? Bir də bazar araşdırması eləyirik, əgər öz biznesimizdirsə falan ki, bizə bu proqram təminatını yazmaq faydalıdırmı, yoxsa yox? Okay. Düşündük ki, hər hansı bir problemi tapdıq, insanların bu problemin həllinə ehtiyacı var, bazar araşdırmasında çox super pul da qazanırıq. Burası okeydirsə, bu tapdığımız problemlərin əsasında bir planlaşdırma edirik. Məsələn, hansısa bir proqram təminatı düşünürük. Okay, gəlin elə bayaq ki, elə bank əpindən gedək, çünki Azərbaycanda ən məşhur əplər elə bank əpləridir. Planlaşdırmada tələbləri düşünürük. Məsələn, nə idi? Deyək ki, heç bir bank əpi yoxdur və kartdan karta transfer eləmək istəyirik. Məsələn, biri Bakıdadır, biri Naxçıvandadır, o buna pul göndərmək istəyir. Kart olmasaydı, ya nəqliyyat vasitələri ilə bu köçürmə olmalı idi, ya da ki, bankla danışıb, gedib banka yaxınlaşmaq lazımdır, onlara demək lazımdır, ya da poçtla göndərmək lazımdır. Bu formada bir problemdir. Bunu indi proqram təminatını yazmaq istəyiriksə, birinci tələbləri düşünməliyik ki, bizim tələblərimiz nələrdir? Nə etmək lazımdır? Məsələn, kartdan karta transfer eləmək lazımdır. Bu bir requirementdir, texniki tələbdir. Daha sonra bu tələbi nə qədər müddətdə edə bilirik? Bayaq dedik 6 aya. Və resursları düşünməliyik. Bunun üçün kimlər lazımdır? Resurs deyəndə həm pul resursudur, həm də ki, insan resursudur. Ki, bizə nə qədər büdcə lazımdır bunu eləməyə və bizə nə qədər adam lazımdır, kimlər lazımdır. Məsələn, backend developer, front-end, mobile, business analitik. Bu formada resurslar lazım olacaq. Bir də büdcəyə baxmaq lazımdır ki, nə qədər pul lazımdır, biz bu işçilərə nə qədər pul verəcəyik falan. Bu biraz high level adamların işidir. Amma bizim işimiz burada sadəcə bizim işimiz deyil, düzdür, insanların da resursdur, insanlarda onların da təmin olunması. Sadəcə biz deyirik ki, məsələn, bir developer olaraq mən düşünəcəyim ki, mənə bir biznes analitik lazımdır, bir dizayner lazımdır ki, bu resursları məsələn biz deyə bilərik, təklif edə bilərik ki, bu adamlar olsun. Okay. Planlaşdırmada artıq tələblər yazıldı, resurs ayrıldı, müddəti təyin elədik və bizim komandamız formalaşdı. Super. Gedirik. İndi gələk üçüncü hissəyə. Burada artıq UI UX var. Məsələn, bu dizaynerin işidir.
hansı ki proqram təminatının yazılanda onun dizaynı olur, onun dizayner eləyir həmin dizaynı və arxitektura məsələsi var burada. UX user experience deməkdir, yəni istifadəçi təcrübəsi deməkdir. UI da gördüyümüz bu interfeys UI-dir məsələn. Bu artıq dizaynerin işidir, hər ikisini analiz edir düzgün formada. İnsanlara bu məsələn proqram təminatını istifadə etmək nə qədər rahat olacaq, daha qısa formada necə istifadə edə biləcəklər, daha rahat formada və interfeysi də gözəl etmək lazımdır. Və artıq dizayner bunu başlayır analiz eləyib dizayn yapmağa. Bir də sistemin arxitekturası və sistem dizayn demişdik, social architecture. Bunu da biz arxitekturlar olur. Bunlar düşünürlər ki, okay, kartdan karta transfer etmək üçün bizə nələr lazımdır? Məsələn, database olaraq nəyi seçəcəyik? Proqramlaşdırma dili olaraq nəyi seçəcəyik? Servislərimiz nələr olacaq falan. Bunların hamısını dizayn arxitektur analiz edir, bir dokument hazırlayır və o dokumentdə qeyd edir hamısını. Okay. Və dokument bunlar hamısı yenə də tək UX UI dizayner, UX UI fokuslanıb, arxitektur da bura fokuslanmır. Yəni burada bayaq dediyimiz komandadakı bütün adamlar müzakirə edib bunlara qərar verirlər ki, hə belə olsa daha yaxşı olar falan. Burada yəni bütün komanda işləyir burada da, bu stejdə də. Sonra davam edirik developmentə. Artıq arxitektura hazırdır, dizayner dizaynı hazırlayıb və biz baxırıq ki, dizayna əsasən proqramlaşdırma dilində təyin eləmişik, deyək ki, Java-da yazacağıq. Git-dən istifadə edəcəyik təbii ki. Burada artıq development başlayır. Burada başlayırıq kod yazmağa. Həmin proqram təminatının kod hissəsini yazmağa başlayırıq. Biz kodu yazandan sonra həmin kodu test eləmək lazımdır. Bu adətən indi QA testerləri olur. Onlar gedib bizim yazılmış, məsələn, developerin yazdığı kodu test edir. Baxır ki, biz düz yazmışıq. Məsələn, o nə edir? A kartından B karta transfer edəcək. Biz bu funksiyonalı yazdıqsa, testlərdə götürüb, məsələn, 100 manat göndərəcək. Baxacaq, A kartından B kartına getdimi, yoxsa yox. Sonra mənfi 100 manat göndərəcək, 0 manat göndərəcək ki, yəni problemli кейsləri də aradan aşkarlasın, tapsın. Məsələn, deyək ki, mənfi 100 manat gedəndə göndərmək olur və əslində göndərməməlidir və yaxud da bizim balansımız 0-dır və biz yenə də pul göndəririk. Biz bunu nəzərə almamışıqsa, QA bunu detekt eləyir ki, adamın balansı 0-dır, amma yenə də pul göndərir. Və bizə QA təzədən developerə task yaradır ki, belə bir problem var, bunu həll eləmək lazımdır. Okay. Və sonra təhlükəsizlik testləri olur. Bu ümumiyyətlə testing sahəsi də çox geniş sahədir. Müəyyən qədər araşdırmağa dəyər. Bu test sahələri hamısı artıq test developerləri eləyir. Okay, testdən deyək ki, müəyyən problemlər oldu. Yenə qayıdır developmentə. Bu belə dövr olaraq davam edir. Hər şey okey olandan sonra, testlər hamısı success olandan sonra gəlirik biz deploymentə. Deployment nədir? Production mühitində yerləşdirmə, yəni serverə bizim proqram təminatımızı yerləşdiririk ki, insanlar bunu istifadə edə bilsin. Burada da developerlər yox, DevOps engineerlər olur. Hansı ki, serverə bizim kodlarımızı yerləşdirirlər, onlara resursları, RAM-ı, CPU-su falan düzgün bölürlər. Bunları hamısı DevOps engineerlər eləyir. Demək olar, okay, deyək ki, bizim artıq servisimizi deploy elədik və insanlara verdik. İndi insanlar istifadə edir, kartdan karta transfer edir. Artıq burada bitmir. Burada bir dənə də mərhələ var. Monitoring və baxım mərhələsi. Yəni monitoring nədir? Artıq bir məsələn UI-dır. Biz orada görürük ki, gündəlik nə qədər adam pulu transfer edir, kimdəsə problem yarandı mı falan, bütün кейsləri monitor edirik ki, məsələn, nəsə bir problem yarandı, orada qırmızı görünə bilər ki, burada bir problem yarandı, girib baxmalıyıq ki, problem nədir, niyə yarandı. Bayaq debugging skilli var idi, burada işlətməliyik bu formada. Və yaxud da monitoringdə baxımda biz
şey edə bilərik, sistemi izləyirik, sonra bir problem çıxanda avtomatik bizim WhatsApp-mıza və yaxud da Telegram-mıza mesaj gələ bilər ki, filan problem çıxdı, tez baxmaq lazımdır, alarm qura bilərik. Ümumi, yəni bir proqram təminatı belə 7 stage-ə bölsək, bu steplərdən keçir və burada yenə də bütün komanda iştirak edir. Okay. Davam edirəm mən, suallarınız yoxdursa. Gələk indi, baxın, burada biz steplərdən danışdıq, cycle-dan danışdıq. İndi gələk biz bu istiqamətlərə, rollara ki, hansı, məsələn, adamlar lazımdır, hansı developerlər lazımdır və bunlar nə iş görür? İlk əvvəl, məsələn, bir proqram təminatı yazanda, məsələn, bu hal-hazırda Google Slide-dır, istifadə edirik. Bu görünən tərəflərin hamısını front-end developer yazır. İstifadəçi interfeysi və təcrübəsi üzərində işləyir. Yəni, dizayner dizayn edir, UX/UI dizayner. Həmin o UX/UI dizaynerin dizayn etdiyini front-end developer bu UX/UI-yə uyğun interfeys yaradır. Və insanlar, istifadəçilər bu interfeyslə artıq qarşılıqlı əlaqəni təmin edir. Bir də API-lar var. API-lar nədir dedi? Ən birinci dedim. Backend-də yazdığımız servislər API-larla front-end-ə verilir. Front-end həmin API-yə çağırır, backend-ə sorğu gedir. Həmin API-ları inteqrasiya edir. Artıq yəni front-end-in işi budur. UI-ı yığmaq və API-ları inteqrasiya eləmək. Artıq arxadakı məntiq falan, biznes logika, kartdan karta necə transfer olacaq falan, o məntiqini yazan backend developerdir. Amma frontend nə edəcək? Yəni burada bir tekst qoyacaq ki, kartın nömrəsini yazsın, burada bir button qoyacaq, köçür olsun falan, bu kimi şeyləri eləyəcək. Burada frontendin istifadə etdiyi texnologiyalar var. HTML, CSS, JavaScript əsas, yəni bu 3 dənə texnologiya lazımdır. HTML, CSS, JavaScript. Bir də React, Vue, Angular, Tailwind, CSS, SAS bu kimi texnologiyalar var, frameworklardır bunlar, hansı ki daha rahat, daha müasir formada front-endi yazaq. Baxın, burada front-enddə HTML bir dildir, Markdown language-dir, amma proqramlaşdırma dili deyil. Bu, biz proqram təminatı yazanda onun strukturu, yəni görünən tərəfin, vizual olaraq görünən tərəfin strukturunu yığır. Məsələn, burada tekst olacaq, burada button olacaq falan, bu formada strukturunu yığır HTML. Amma burada heç bir dizayn falan olmur. Sadəcə strukturdur, sadəcə yazılardır, belə dörtgünc buttonlardır. Bu formada hamısı olur. Daha sonra biz bunu daha gözəl, artıq dizayner qəşəng bir dizayn verib, məsələn, rəngli dizaynlar, button biraz dairəvidir, içində göy rəng var. Bunların hamısını CSS ilə eləyirik. Görünüşü CSS ilə düzəldirik. Və bir də ola bilər burada bir animativ bir şey var. Məsələn, buttona klik eləyəndə arxada backend-ə sorğu getməlidir falan. Bu JavaScript ilə hərəkət isə JavaScript ilə eləyirik. Bu işi artıq nədir? JavaScript proqramlaşdırma dilidir. Bunlar proqramlaşdırma dilləri deyil. JavaScript artıq proqramlaşdırma dilidir. Yəni front-end developer başlayanda birinci HTML, sonra CSS, sonra JavaScript öyrənməlidir. Belə davam edək. Növbəti bir öyrənmə istiqaməti backend developer olmaqdır. Backend developer tətbiqin server tərəfini, məntiqini və verilənlər bazası ilə işləyir. Məsələn, kartdan karta transfer edəndə orada nə məntiqlər yazmaq lazımdır? Balans sıfırdırsa köçürmə eləməsin. Mənfi balans gəlirsə köçürmə eləməsin. Normal kartın nə deyirlər?
16 rəqəmlik nömrəsini düz yazmayıbsa köçürmə olmasın. Yəni hamısını yoxlamalıdır bütün кейsləri. Sonra artıq köçürməni sonra eləməlidir. Köçürmə də elə olmalıdır ki, ortadan birdən network qırılsa falan filan, ya geri qayıtsın həmin köçürmə. Yəni ortada itib getməsin də. Məsələn, siz köçürmə edirsiniz, digər tərəfə çatmır. Bu bir problemdir. Pul itkisidir. Buna düzgün formada yanaşmaq lazımdır. Və backend bu məntiqləri yazır. Daha sonra həmin məntiqlər, həmin məsələn A adamda deyək ki 100 manat pul var, B adama göndərir 50 manat. Bunlar artıq 100 manat, 50 manat A adamı, B adamı hamısı database-də yerləşir. Yəni sadəcə biz database-dən buradan götürürük, 150 edirik. Digərin 100-dən 50-ni çıxırır, digərində də məsələn 0 manat idisə 0-ın üstünə 50 gəlirik. A-da da B-də də 50 manat oldu. Bu formada yəni database-də yazılır. Burada yenə də verilənlər bazası, API-lərin hazırlanması, təhlükəsizlik və performans qorunmalıdır. Yəni backend developerin əsas məsuliyyətləri bunlardır. Backend developerdə isə məsələn burada ardıcıllıq var idi, amma backend developerdə hansısa bir backend dilini seçmək lazımdır. Məsələn burada Node.js, Python, Java, .NET, C# üçündür. Bunlar frameworklərdir. Hansısa bir proqram təminatını yazmaq üçün bir proqramlaşdırma dili seçməliyik. Daha sonra həmin proqram təminatı hansısa bir database istifadə etməlidir. Məsələn burada PostgreSQL, MySQL, MongoDB göstərilib. Düşünməliyik ki, hansı bizim məntiqimizə uyğundursa həmin database seçirik. Bu dillə yazılan datalar gəlir bu database-ə düşür. UI göstərmək üçün HTML, CSS, JavaScript-dən istifadə edir. Front-end belə işləyir. Backend-dən front-end. Backend-də də məsələn browserdən məlumat yazır. Hansısa bir məlumat yazandan sonra bu gəlir serverə. Serverdə database ilə əlaqə saxlayır. Yəni, bu tərəf backend-in işidir, bu browser tərəfi isə front-end-in işidir demək olar. Belə. Okay. İndi gəlin üçüncü bir development sahəsinə baxaq. Bu mobile developmentdir. Mobil tətbiqlərin iOS və Android platformaları üçün hazırlanması. Bildiyimiz kimi, yəni əsasən yeni əməliyyat sistemləri də var. Biz əsasən Azərbaycanda məsələn iOS və Android əməliyyat sistemləri var. Normalda iOS və Android üçün fərqli developerlər olur. iOS developer ayrı olur, Android developer ayrı olur. Və bunların yazdığı proqramlaşdırma dilləri də ayrıdır. Ona görə bu development sahəsi ayrıdır. Bunlar nə edirlər? Necə ki front-end web saytın frontunu yığırsa, mobile developerlərdə proqram təminatı, məsələn, mobil applicationların front-endini yığır. Sanki front-end developerlərlə hardasa eyni kateqoriyaya daxildir, amma istifadə elədiyi dillər tamamilə fərqlidir. Bunlar da yenə də dizaynerin dizayn etdiyi appləri birinci dizaynını yığırlar kodla, daha sonra yenə də backendlə olan API-lər vasitəsilə backendi inteqrasiya eləyirlər. Bayaq dedim, iOS, Android developerlər ayrı olur. Bir də məsələn bəzi dillər var. Burada Flutter yazılıb, Dart yazılıb. Məsələn Flutter, Dartla yazdığımız proqram təminatı mobile application həm iOS üçün açılır, həm Android üçün açılır. Yəni bu native adlanmır. Native isə Swift-dir, məsələn front-end mobile'lar üçün. Bir də Kotlin var. Kotlin burada qeyd olunmayıb. Kotlin isə Android, bu iOS üçündür, Swift, Kotlin və yaxud da Java-da köhnədən yazırdılar. Artıq Android applər əməliyyat sistemi üçün yazılır. Burada React Native, Flutter, Dart, hər iki texnologiyanı, hər iki əməliyyat sistemini dəstəkləyir. Yəni yazdığımız kod həm Android, həm də iOS appdə açılacaq. Okay, bir də Firebase var. Bu da database kimi bir əslində databasedir. Burada da notificationların gəlməsi, yəni bəzən
bəzi şeylər qeyd olunur. Firebase-də bu formada istifadə olunur. Növbəti sahə isə DevOps Engineer-dir. DevOps Engineer isə baxın, burada inkişaf və əməliyyat proseslərini avtomatlaşdırır və infrastrukturu idarə edir. Biz backend developer olaraq və yaxud da front-end və yaxud da mobile developerlər hər gün bir funksionallığın üzərində işləyir və yaxud da bir problem olur yazdığımız proqram təminatında, onun fix eləyir, bug deyirlər buna, bu bug'ı fix eləyir. Hər gün biz məsələn serverdə olan kodumuza yeni kod qoymalı, yerləşdirməliyik, update eləməliyik. Ya funksionallıq olaraq, ya da ki problemin həlli olaraq bu kodları biz yerləşdirməliyik. Bunu eləmək, yəni manual eləmək çox vaxt alır. Məsələn, ola bilər ki, 1 saat kod yazarsınız, 1 saatda sizin vaxtınız gedəcək serverə kodu yerləşdirməyə. DevOps engineerlər nə edirlər? Avtomatik bunu avtomatlaşdırırlar. Məsələn, biz Git vasitəsilə GitHub-a push elədik və yaxud da GitLab-a push eləyirik bizim kodlarımızı. DevOps engineer avtomatik bizim kodlarımızı götürür, müəyyən bir stagelərdən keçirir. Məsələn, testlər keçirmi, security problemi varmı falan. Bu yoxlamaları eləyir. Kodumuz daha clean yazılıbmı, hansısa bir qaydaya uyğun yazılıbmı? Bu hər şeyi yoxlayır, avtomatlaşdırır və sonra da əgər hər şey okeydirsə, avtomatik serverə yerləşdirir bizim kodlarımızı. Bu DevOps engineerin əsas işidir. Sonra ikinci işi server və infrastrukturu idarə etməkdir. Baxır ki, məsələn, serverdə nə qədər RAM, nə qədər CPU var. Sabah nəsə əlavə olanda database'imizin ölçüsü nə qədərdir. Bu formada hamısını baxır və lazım olsa, məsələn, resursları artırmaq, artıq müəyyən bir yerlərə xəbərdarlıq edir ki, okey, serverin resursunu artırmaq lazımdır, RAM-ını artırmaq lazımdır və o formada artırırlar. Daha sonra monitoring və loqlama. Məsələn, bizim yazdığımız proqram təminatı üçün biz loqlar yazırıq. Loq odur ki, məsələn, terminalda təsəvvür edin ki, çap olunur ki, A kartından B kartına ödəniş olundu və yaxud da error baş verdi falan. Bunu artıq biz loqlarda görəcəyik. Monitoringdə bu sistemləri hamısını DevOps engineer qurur, sadəcə developerlər ondan istifadə edir. Baxırlar ki, monitoringdə gün ərzində nə bilim 1000 dənə ödəniş olub, 5-i fail olub, qalan hamısı successdir. O 5 dənə fail nədirsə onu araşdırırlar. Neçə saniyəyə baş verib bunlar falan. Bu kimi monitoring formatında baxırlar, analiz edirlər. Daha sonra təhlükəsizlik və backup var. Backup odur ki, məsələn, ola bilər bizim database'imiz var. O database'də məlumatlar saxlayırıq. Onun ola bilər ki, məsələn, nəsə oldu, həmin database silindi. Onun backup versiyasını saxlamaq lazımdır ki, geri qaytaraq həmin dataları falan. Həm də təhlükəsizlik tərəfindən bizim, məsələn, proqram təminatımız serverdədir. Bunun təhlükəsizliyini qorumaq lazımdır ki, hackerlər şey eləməsin, ataklar eləməsin. Artıq müəyyən tədbirlər görürlər bu DevOps engineerlər. Həmçinin burada cyber security də var. Onlar da öz sahələri ilə bağlı, təhlükəsizliyi ilə bağlıdır. Yəni onların da işi ayrıdır. Amma DevOps engineerlər yenə də müəyyən qədər bəzi tədbirlərin qarşısını alırlar. DevOps engineerdə əsasən ilk növbədə Linux-u bilməlidir yaxşı formada. Sonra Docker, Kubernetes, Jenkins, GitLab CI var. Bunlar yəni izah olunması çox böyük mövzulardır. Ona görə sadəcə texnologiyalara keçəcək. Belə ad olaraq Grafana, Prometheus, məsələn, Grafana şeydir. Vizual olaraq bizim nə qədər sorğu gəlib, neçə saniyəyə baş verir falan hamısını göstərir. GitLab bizim kodlarımız orada yerləşir bu formada. Daha sonra gəldik biz QA Test Engineer sahəsinə. QA Engineer bayaq qeyd elədik, yenə də qeyd edeyim, proqram keyfiyyətini təmin edir. Yəni xətaları aşkarlayıb developerlərə bildirir ki, sizin bu problemləriniz var. Balans sıfır olanda transfer olur, bunu həll etmək lazımdır. Bunun üçün ilk əvvəl yəni əsas məsuliyyətlərindən biri QA engineerin test planının və test case'lərin yazılmasıdır ki, məsələn,
Proqram təminatı, okey, məlumdur ki, kartdan karta transfer eləmək, funksionalda onu yazmaq lazımdır. Bunun üçün nə kimi кейslər var test eləmək üçün? Məsələn, mənim ilk növbədə ağlıma gəlir ki, balans sıfır olanda köçürmə olurmu, yoxsa olmurmu? Birinci bunu test eləmək lazımdır. İkinci, A adam B adama pul göndərir. Bu həqiqətən də B adama çatırmı? Sonra kartın nömrəsini səhv yazırsınız. Burada məsələn olmayan bir karta pul göndərirsiniz. Gedirmi yoxsa getmirmi falan. Bu kimi yəni 10, yüzlərcə test case'lər düşünmək olar. Bu test case'ləri birinci özünüz düşünürsünüz, sonra da həmin plana əsasən plan düzəldirsiniz, davam edirsiniz, test eləməyə başlayırsınız bir-bir. Burada manual və avtomatik testlər olur. Manual test birinci hamısını manual edirsiniz, sonra bəzi testləri automation testə keçirirsiniz. Bu niyə lazımdır? Çünki məsələn 100 dənə ssenari var sizdə, 100 dənə test case var. Hər dəfə developer nəsə dəyişəndə siz o 100 dənəsini əlindən eləməməlisiniz test. Ona automation yazmaq lazımdır ki, avtomatik özü bütün case'ləri test eləsin. Bug reporting və tracking var. Məsələn, siz bug tapdınız, onun bug reportingini eləmək lazımdır. Sonra o bug artıq düzəldimi, düzəlmədimi track eləmək lazımdır. Keyfiyyət standartlarının təminatını artıq QA engineer təmin eləməlidir ki, keyfiyyətli bir məhsul olsun. Ümumiyyətlə, bir proqram təminatının keyfiyyətli olması üçün burada olan bütün mühəndislərin məsuliyyətidir. İlk olaraq da QA engineer yəni bunu elə test eləməlidir ki, insanlar bu problemlə qarşılaşmasınlar. Bütün problemləri tapıb çalışmaq lazımdır ki, çalışmalıdır ki, developerlərə bildirsin. Əslində məsuliyyətli sahələrindən biridir. Burada da Selenium, Postman, Jira, TestRetail bu kimi texnologiyalar var. Bunları istifadə edib QA engineer hamısına artıq bu manual və automation testləri, test planını bu texnologiyaları istifadə edərək eləyir. Bir də data engineer, data science var, yəqin eşitmisiniz. Data science nə edir? Məlumatları toplayır, emalını eləyir, analiz eləyir və dəyərə çevirir. Yəni bu əsas data engineer, data science-lərin məqsədi bu məlumatları əsas bir dəyərə çevirməkdir. Məsələn, düşünək ki, insanlar cashback var da, məsələn, biz bank əplərində istifadə edirik. Data analitiklər analiz edirlər ki, hər cashbackdən neçə faiz, hər kateqoriyadan neçə faiz versək, insanlar həmin məsələn restoranlara 5% verirlər. 5% cashback o deməkdir ki, 150-lər 5% pul qazanacaq buradan, etdiyi ödənişlərdən. Bankdan çıxacaq bu pul və analiz eləyirlər onun doğru formada ki, insanlar həm restoranlara gedib pul xərcləsin, həm də oradan bank qazansın, həm də insanlar qazansın. Bunu o formada bir analizini verirlər ki, o faizi məsələn data analitiklər analiz edib o faizi onlar təyin eləyirlər ki, bank da qazansın, insanlar da qazansın. Bu formada dəyəri çevirsinlər. Burada da yəni əsas məsuliyyətləri data pipeline-ların qurulması, məsələn bütün datalar bizdə fərqli database-dədir, ümumi bir database olur bu data science-lar üçün. Bütün datalar ora gedir. Yəni pipeline-ları qurmaq lazımdır. Datalar təmizlənməsi və transformasiyası, datalar çeşidli datalar olur, bir-birinə qarışmış datalar. Onların istədiyi formada təmizləyirlər. Sonra analiz edirlər, modelləşdirirlər və vizual formada hesabatlarla göstərirlər. Ki məsələn bu ay biz cashback restoranlara 5% qoyduğumuza görə ən çox bizim bankı istifadə edib cəmaət restorana gedib ödəniş eləyiblər. 4 milyon adamdan 2 milyonu məsələn belə bir şey eləyib. O yaxşı bir nəticədir falan. Bu kimi hesabatlar göstərirlər vizual şəkildə. Data analitiklərin, science-lərin də
istifadə elədiyi texnologiyalar Python'dur, SQL-dir, Pandadır, Spark-dır, Power BI-dir. Burada hamısı qeyd olunub. Bu texnologiyaları istifadə eləyib olursunuz data science-dir. Bir də burada var digər istiqamətlər. Bunlar əsasən bir engineering sahəsinə daxildir. Orada məsələn digər istiqamətlər var. Bunlar da adətən bir komandada, məsələn front-end developer ola bilər, back-end developer, mobile front olaraq yenə də iOS, Android ola bilər, DevOps engineer, QA engineer, data engineer, data scientist ola bilər. 1, 2, 3, 4, 5, 6 nəfər buradan. UX, UI designer 7, business analitik olur. Yəni business analitik nə edir? UX, UI bayaq danışdıq, dizayn və istifadəçi təcrübəsini ölçüb dizaynını eləyir. Business analist isə bu da əslində çox maraqlı sahələrdən biridir. Məsələn, proqram təminatı, back-end developer və front-end developerə bu bayaq requirementlər yazırdı planlaşdırmada. Həmin tələbləri analiz edir business analitik və sənədləşdirir. Sənəd formada yazır ki, məsələn, analiz edir ki, 0 balansı olanda, balansda 0 manat olanda köçürmə eləyə bilməzsən. Bunu sözlə yazır. Məsələn, bu tələbdir da. Sonra bütün tələbləri yazır bu business analitik. Düşündüyü bütün case'ləri yazır. Hətta QA engineer də bu tələblərə baxıb test edir ki, məsələn, ekspert tələbi yoxdur. Bunu nəzərə almamış olmuşsa da bu tələb olmadığı üçün QA onu məsələn test eləməyəcək. Business analitik də bu tələblərin təhlilini falan yalnız özü eləmir, yenə də komanda şəklində hamı düşünür, öz fikrini bildirir, nə isə düzəldir, nə isə dəyişir. Amma əsas yəni məsuliyyət burada tələblərin təhlili və sənədləşdirməsi business analitik işidir. Product manager var. Bu artıq product manager məhsulun strategiyası və roadmap-ini çizir. Roadmap və strategiya product managerdən asılıdır. Məsələn, 6 ay vaxt edib biz bayaq, düzdür, bunu product manager gəlib komandadan müzakirə eləyir, vaxtı təyin edib, digər tərəfə deyir ki, okey, biz bunu 6 aya bitirəcəyik və məhsulun strategiyası, məsələn, birinci MVP-sini düzəldirlər ilk 3 aya, ya da ilk 2 aya, daha sonra 4 ayda yenə qalan hissələri falan. Bu artıq strategiyası product managerə aiddir. Necə strategiyasını qurubsa o formada development timi, komandası develop edir proqram təminatını. Business analitiki dedik. Security engineerlər var. Tətbiqin və sistemin təhlükəsizliyini qoruyurlar. Cyber ataklardan falan qoruyurlar öz yerində. Sonra solution architect var. Bu da ən birinci. Biz proqram təminatını yazanda bayaq danışdıq, sistemin arxitekturasını və texnoloji qərarları almalıyıq kimdənsə. Bu həmin şəxsdə solution architectdir ki, solution architect bunu artıq özü eləyir. Bu solution architect əslində bir background-u var. Burada bir back-end developer olur, çox zaman software engineer olur. Sonra bir 18 ildən sonra təcrübəsi artır. Müxtəlif sistemlərdə işləyir və sistem arxitekturu və texnoloji qərarları verən adama gəlir, keçir. Okey. Okey, PDF şəklində atarım mən. Hətta yəni recording də gedir, YouTube-da da olacaq bu video, oradan da baxa biləcəksiniz. Firudin bəy deyir, Docker haqqında biraz daha məlumat verə bilərsən, ümumiyyətlə bu DevOps-a aid olsa. Belə front-end və back-end developerlər bunu bilməlidir. Yes, əslində burada göstərilməyib. Burada təbii ki, texnologiyaları saysaq 10, bəlkə də 50-ni keçəcək bir developer üçün. Docker ümumiyyətlə yes, front-end də bilməlidir müəyyən qədər, back-end də bilməlidir. Məsələn, biz hansısa bir məsələn, PostgreSQL-i ya öz kompüterimizə yükləməliyik, proqram təminatı kimi. Konfigurasiya eləməliyik. Bu artıq nə edir? Bizim kompüterimizdə müəyyən yer tutacaq. Və bunun kimi məsələn, biz həm öz software engineering
proqram təminatında həm PostgreSQL, həm MySQL, həm MongoDB-ni istifadə etmək istəyirik. Üçünü də yükləməliyik öz kompüterimizdə. Konfig eləməliyik, install etməliyik. Bu müəyyən qədər işi həm vaxtını alır, həm də ki kompüterimizdə müəyyən yerlər tutur. Bunu avtomatik biz nə edə bilərik? Dockerdə bunları, yəni Docker bir virtual sistem kimi düşünün. Avtomatik özündə bu PostgreSQL-ni, MySQL, MongoDB-ni run edir. İstədiyimiz vaxt onu stop eləyə bilirik. Ki, məsələn, burada bir işarə var. Start eləyirik, stop eləyirik. İstifadə etdiyimizdə start, əks halda da stop eləyirik. Çox da yer tutmur bizdə. Yəni bu formada məsələn istifadə eləyirik. Sonra biz məsələn istəyirik ki, bizdə server yoxdur hələ ki, düşünün. Biz proqram təminatını yazmışıq. Docker üçün Docker Hub deyə bir mərkəz var, bir hub var, online Docker Hub yazıb girə bilərsiniz. Sizin yazdığınız məsələn bir bu proqram təminatı yazdınız. Bu da ancaq kartdan karta transferdir. Bunu siz Docker Hub-a yükləyə bilərsiniz özünüzdən. Yəni siz necə ki bu məsələn PostgreSQL Dockerdən biz run eləyə bilirik. Həmçinin biz öz yazdığımız proqram təminatında Dockerə yükləyə bilərik. Artıq Dockerdə yüklədik, biz özümüz bir username falanla Docker hesabı açırıq. Və frontenddə həmin yazdığımız bizim servisi Docker Hub-dan götürür, özündə run edir. Bizim o kartdan karta transferi. Və testləri onun üzərindən edir. Məsələn, API-yə qoşur falan filan, görür ki, işləyir yoxsa yox. Əgər burada server yoxdursa, bu formada bir praktika eləmək mümkündür. Bu daha bunun əslində o birisi yolu odur ki, GitHub-a biz kodları push eləyək, təzədən GitHub-dan front-end götürsün kodları, həmin proqram təminatı run eləsin. Məsələn, Java-da yazmışıqsa, bizə JDK lazım olacaq. Təzədən front-end developer həmin JDK-nı da yükləməlidir falan. Yəni iş çoxdur, amma bunu Docker vasitəsilə daha rahat edə bilərik. Müəyyən qədər, yəni front-la back-end üçün əsas lazım olan tərəfi buradadır. Bu formada istifadə edə bilərik. Okay, rollarda ümumi belə, yenə də kimdəsə sual qalsa verin. Prezentasiyanı mən Sizin intellektini düzəltmişəm. Düzdür, bu şəkil formatında çıxarıram. Mən bunu kəsib doğramışam. Belə Google Slide-dadır. Belə baxsaq. Google Slide. Okay, davam edək. İstiqamətlər arasındakı əlaqəyə baxaq. Baxın, ideya stakeholderlərdən gəlir product managerə. Product manager danışır ideyanı bütün timə. Front-end, back-end, mobile QA, UX, UI dizaynerə danışır. Sonra hər şey okeydirsə, UX, UI dizayneri götürür, dizaynını düzəldir. Burada artıq development team görürsünüz, front-end, back-end, mobile QA, əslində DevOps-u da burada daxil eləmək olar. Ki, əsas develop edən, yəni məhsulu develop edən şəxslər bunlardır. Front, back, mobile QA. Bunlar arasında bir life cycle var. Həmişə front-end eləyir, back-end taskını eləyir, mobile eləyir, daha sonra QA onu test eləyir, nəsə bug olanda qayıdır, belə davam eləyir bu. Ən axırda hər şey hazır olandan sonra DevOps qurduğu öz automationdan bizim kodlarımız gedir serverə. Artıq işləyən tərəf də serverdə işləyəndə də data analitik, yəni də analiz eləyir. Monitoring tipini də həmişə monitor eləyir, baxır ki, nəsə problem var, yoxsa yox. Bu formada bir life cycle davam edir. Ümumi belə. Sonra burada bir karyera yolu var. Məsələn, bu adətən back-end developer üçün olan bir yoldur. Sıfır, məsələn, adətən back-end developer kimi işləmək üçün ilk əvvəl bir təcrübə proqramından başlamaq daha məsləhətdir. Çünki avtomatik işə qəbul olmaq biraz çətindir. Tanışınız yoxdursa. Buna görə, məsələn, təcrübə proqramı başlayırsınız, pullu da ola bilər, pulsuz da ola bilər. Sonra artıq junior developer kimi başlaya bilərsiniz. Bu da AI-in araşdırdığı şeydə əslində reallığın hardasa üst-üstə düşür. Maaş aralığında yazıb, junior developer back-end olaraq təxminən 800 və 1500 arasındakı maaş da ala bilər. Burada sizə motivasiya olsun deyə yazmışam.
Təxminən artıq 1-3 il arasında olan bir developer, middle developer adlanır. Onun da maaş aralığı təxminən 1500-2800, bəlkə də biraz da çox ola bilər. Belə dəyişir. Artıq siz müəyyən layihələrdə işləmisiniz və 3 ildən çox təcrübəniz də var. 3-5 il plus təcrübə olan bir developer senior developer adlanır. Bunun da maaşı şirkətlərə görə dəyişir. Burada baxın, qeyd maaş şirkət və texnologiya və təcrübəyə görə dəyişə bilər. Burada artıq 3000, 4800, 5000, 6000, yəni bu qalxa bilər. 3000 plusdır senior developerin maaşı. Bir müddətdən sonra artıq senior developer tech lead ola bilər. Tech lead nə edir? Ola bilər bir komandada 3 dənə developer olsun. Bunların bir tech lead olur, texniki qərarlara falan liderlik eləyir. Biraz təcrübəsi çox olur digərlərindən. Az da ola bilər, çox da ola bilər, dəyişir. Bu artıq tech lead əslində bayaq danışdığımız soft skilllər var idi. O soft skilllərdə idarə etmədir, leadershipdir. Bu skillləri kommunikasiya skillidir, komandanın işləmə skilli daha yuxarı olan adamlar seçilir. Bunların da maaşları 4500 və yuxarı qalxır. Burada yəni 4500 şey deyil, tam limit deyil. Çox da ola bilər, az da ola bilər. Və ondan sonra artıq tech leaddən sonra engineering manager olursunuz. Sizin bir neçə dənə, 4 dənə, 3 dənə, 5 dənə, 10 dənə komandanız olur. Oradakı bütün developerlərə menecerlik edirsiniz. Məsələn, onların karyera artımında məsləhətlərinizi deyirsiniz. Sonra maaş artımında məsələn siz qərar verirsiniz, baxıb onların performansına baxıb, onların inkişafı üçün nələri öyrənməlidir, necə özlərini inkişaf etdirməlidir, nə kimi skillləri zəifdir, onları analiz edib, onları daha yaxşı mühəndis kimi yetişdirməyə xidmət edir əsasən. Daha sonra bir də burada yuxarı CTO və yaxud da arxitekt. Əslində arxitekt texnikdən elə də ayrıla bilər. Arxitekt bayaq deyirdik, sistemi, dizayn və arxitekturasını quran. Bu adamlar ola bilər və başqa burada ola bilər ki, başqa sahələr olsun. Bu formada artıq arxitekt və CTO strategiya yönümlü qərarları verən adamlar olur. Bunlar da maaşı belə. Ümumi olaraq, yəni burada davamlı öyrənmə, real layihələr və komanda işi uğurlu karyeranın açarıdır. Həqiqətən, yəni çalışmaq lazımdır ki, həm burada maaş olaraq, həm vəzifə olaraq artımın əsas meyillərdən biri davamlı öyrənməkdir. Soft skillləriniz çox yaxşı olmalıdır, yaxşı eləməyə çalışmalısınız. İşlədiyiniz real layihələr, qazandığınız təcrübələr və komandanın işləmək prinsipiniz, bacarığınız, yəni bunların artmasında sizə köməklik olur. Hansı istiqaməti seçməliyəm və mən hardan başlamalıyam? Kimi suallar olur? Mənə yəni çox adam verir bu sualı. Xüsusən tələbə olanda mənim də əsas suallarımdan biri idi. Və hələ də 4-5 il keçməsinə baxmayaraq özünə bu sualı verən adamlar qabağıma çıxır. Yəni bunu detekt eləmək, təyin eləmək biraz çətin məsələdir. Ki siz özünüzü harda görürsünüzsə, bəlkə də bir cəhd eləməlisiniz bütün sahələri. Bayaq danışdıq bir 7-8 sahədən. Baxmalısınız ki, hansı xoşunuza gəldi, onu seçməlisiniz. Burada təxminən yazılıb, vizual dizayn və istifadəçi təcrübəsi xoşunuza gəlirsə, artıq dizayner olmalısınız. Yəni dizayner bir kreativlik olmalıdır. Nəyisə dizayn eləməyi, kiçik xırda işlərlə işləməyi falan, səbirli olan bir adam olmalıdır ki, rənglərlə oynaya bilən, bəlkə də şəkil çəkməsi daha yaxşı olan adamlar UX/UI dizayner olar. Daha sonra saytın interfeysini qurmaq istəyirlərsə, belə yenilə vizual olaraq nəyisə düzəltmək istəyirlərsə, front-end developer, məntiq, serverlər və verilənlər bazası maraqlıdırsa, onlarla işləmək istəyirsə, bəlkə də riyazi tərəfi, məntiqi tərəfi daha yaxşıdırsa, backend developer ola bilərsiniz. QA engineer məsələn test etməyi xoşlayırsınızsa, səhv tapmağı xoşlayırsınızsa,
keyfiyyəti yoxlamaq istəyirsinizsə, belə necə deyim sizə. Məsələn, təsəvvür edin ki, hansısa bir proqram təminatı var. Azərbaycan bankları məsələn. Girirsiniz, bir-bir yoxlayırsınız ki, hansı funksionallığı düz işləmir. 100% siz oradan nəsə tapa biləcəksiniz. 100% var belə bir şeylər. Ki, belə bir şeylər tapmısınızsa falan, bilin ki, hansısa bu TSK engineer sahəsi maraqlıdır. Bu formada. Bir də data engineer, data analitik, bayaq göstərdim sizə nümunə olaraq kimlər olur data analitiklər və onlar nə iş görürlər. Bu da çox maraqlıdır. Şirkətə dəyər qatırsınız, ümumi dataları analiz edirsiniz. Bunlar necə belə maraqlı sahələrdirsə, o qədər də mən əslində təxminən bütün tərəflərə baxmışam, sahələrə. Biraz da yorucu sahələrdir. Yəni burada datalar olur, kiçik şeylər olur. Onların hamısını bir yerdə yığmalısınız, işləməlisiniz. Gözəl tərəfi ilə bağlı bu mənə məsələn daha sıxıcı gəlir. Məsələn, QA testeri olaraq bütün funksiyonallığı bir-bir test edirsiniz. Burada da mənim üçün biraz sıxıcı gəlib. Back-endi axırda edəcəm. Saytın interfeysini yığmaq, qurmaq, nəsə bir dizaynda nəsə dəyişirsən də onu dəyişməlisən falan. O da müəyyən qədər adamda bir şeylər yaranır. Visual dizayn burada da məsələn stakeholderdən gəlir ki, dizaynı belə yox, belə olsun, bu rəng yox, başqa rəng olsun falan filan. Yəni hər kəsdə bir şeylər olur, detallara incəlik var. Detalları incəlik bir tərəfdən də sıxıcı ola bilir. Backenddə də ola bilər siz UI tərəfdən heç nə görmürsünüz. Məsələn, elə proqram təminatları yazmışam ki, UI tərəfdən necə tam olaraq işlədiyini bilmirəm. Əsas arxadakı məntiqi yazırsınız. Yaxşı bir şey deyil, bilməniz lazımdır ki, belə də olur adətən. Artıq backend developer olaraq arxadakı proseslərə fokuslanırsınız. Ümumi başlamaq üçün, məsələn, burada bir qeyd var. Bir istiqaməti seçmək lazımdır bunlardan. Sonra əsaslarını öyrənmək lazımdır. Öyrənəndən sonra kiçik layihələr düzəltmək lazımdır. Sonra CV-nizi, portfolyonuzu hazırlayıb artıq təcrübə, internship proqramlarını axtarmaq lazımdır. Qeyd olaraq da, yəni ilk seçim son qərar deyil. Vaxtınız varsa bir-bir hamısını cəhd edə biləcəksiniz. Baxa biləcəksiniz ki, baxmalısınız ki, hansı sizə daha uyğundur. Öyrəndikcə artıq görəcəksiniz ki, hə, bu tam mənim istədiyim sahədir. Okay, ondan davam edəcəksiniz. Yox, görəcəksiniz ki, mən bu sahədə sıxılıram. Onu dəyişməyi istəyəcəksiniz. Məsələn, mən backend developer olaraq data analitikdir, front-end developmentdir falan bunlarla məşğul olmuşam və görmüşəm ki, bunlar çox sıxıcı sahələrdir mənə görə. Amma kimə görəsə çox maraqlı sahələrdir. Və hamısı lazımlı sahələrdir. Ümumi olaraq belə, bugünkü webinarımız bu qədər. İndi gələk sizdə suallar varsa, onun üzərindən davam edək. İlk mərhələdə Alina xanım yazıb, yəni təcrübə proqramından müraciət üçün nə kimi nümunə proyektlərin hazırlanmasını məsləhət görürsünüz? Bu, mən burada əsasən front-end və back-end olaraq deyə bilərəm sizə. Front-end olaraq məsələn, e-commerce application var, məsələn, Trendyol, Imiko falan, Netflix'dir, Amazondur, bu kimi saytları real olaraq və yaxud da sizin ağlınızda hansısa bir ideya var, problem kimi görürsünüz, onu yığa bilərsiniz. Yəni bu kimi nümunə proyektləri yığa bilərsiniz. Yəni qarşınızda nə varsa hamısını, nə qədər çox nümunə proyektləriniz olsa, o qədər qabaqda olacaqsınız. Bu formada yığa bilərsiniz. Backend olaraq da orada da baxır sizin bilik səviyyənizə. Ən sadəsindən başlamaq lazımdır. Məsələn, To-Do application ki, bu necə işləyir? To-Do-da nə var? Task yaradırsınız. Bir statusdan digər statusa keçirirsiniz, update edirsiniz, delete edirsiniz həmin taskı. Onlar hamısı bir ayrı-ayrı funksionallıqlardır. Bunları siz artıq eləməlisiniz. Məsələn, daha sonra yenə də e-commerce application'ın backendini yazsaz, burada çox funksiyonallıqlar var. Yəni istədiyiniz qədər
məsələn bu e-commerce yazsaz, çox orada həm praktiki olaraq çox şey qazanacaqsınız, həm də maraqlı layihədir. Düzdür, böyük layihədir biraz, bəlkə də bir neçə kiçik layihədən sonra götürüləsi layihədir. Bunların hamısını əslində AI ilə də məsləhətləşib, məsələn, step olaraq, məsələn, deyirsiniz ki, mənə ilk 10 dənə layihəni ardıcıllıqla de, mən onları yazım. Amma çalışın ki, layihələri özünüz yazın, AI-ya yazdırmayın. Firidun bəy yazıb, hal-hazırda AI kodu falan çox yaxşı yazır, amma ona görə uzun-uzadı kod öyrənmək istəmirsənsə, backend üzrə əsas nələri bilim, AI əsaslı öyrənmək necə olsun? Razıyam mən. AI ilə yazan tanışlarım da var. Qəşəng web olaraq yazıb. Sadəcə çalışın ki, ümumiyyətlə bir sahənin professionalı olmaq istəyirsinizsə, o sahədə bir biliyiniz olsun. Məsələn, backend developersinizsə, hansısa bir dili yaxşı bilin. Çünki AI sizə kod yazacaq, çox qəşəng kod yazacaq, sürətli yazacaq. Amma yazdığınız kod nə qədər performanslı olacaq? Məsələn, problemlər olur, database-dən hansısa bir datanı gətirirsiniz. Mən tanışlarımda olub, məsələn, nümunə olaraq deyim, bir adamın datasını gətirirsiniz, arxada bir adamın relate olduğu, məsələn, 100 dənə taskı varsa, 100 dənə database-ə ayrı-ayrı query göndərir, sorğu göndərir. Həmin 100 dənə sorğu pisdir, yaxşı deyil. Siz onu bir sorğuda eləməlisiniz. Yəni, siz bunu elə AI-ya versəniz, AI bunu eləyəcək və performansı zəif bir app olacaq. Sabah, məsələn, To-do-dan danışaq, adamın 1000 dənə taskı olsa, 10.000 dənə olsa, sizin proqram təminatınız çəkəcək, heç bir server ona şey eləməyəcək, gücü çatmayacaq. Ona görə çalışmaq lazımdır ki, yazdığınız şeyin necə işlədiyini bilin. Məsələn, mən də AI ilə kod yazıram, amma yazdıqdan sonra baxıram ki, AI nə yazıb. Siz, burada sual nə idi? Backend üzrə əsas nələri bilin? Backend üzrə əsas onu bilin ki, AI nə yazıb, onu başa düşəcəyiniz hər şeyi bilin. AI yazanın hər şeyini siz başa düşürsünüzsə, okeydir. Yox, əgər nəyisə başa düşmürsünüzsə, götürün onu araşdırın, şey eləyin. Nəsə bir ola bilər, qeyri-adi şey istifadə edib falan. Yəni, çox şey qabağınıza çıxa bilər. AI əsaslı roadmap də yəni software engineeringin yəni vibe coding var, yəqin bilirsiniz. Nəsə yazırsınız, avtomatik sizə cavab verir. Bir də spec driven development var. Hansısa bir spesifikasiya sənədləri yaradırsınız. Ümumi geniş description yazırsınız. Onun üzərindən məsələn AI işləyir, həmin yazdığınız requirementlərin hamısını AI yazır. Bu iş artıq nədir? Spec drivendir. Bu da yəni ikisi də dəyişir. İkisinin də işlədiyi sahələr var. Məsələn, yeni layihə yaradırsınızsa, genişdirsə, onu spec driven-dən başlaya bilərsiniz. Amma kiçik layihələrdə kiçik funksionallıqları dəyişirsinizsə, orada artıq vibe coding istifadə edə bilərsiniz. Bu kimi, yəni yenə də trenddən geri qalmamaq lazımdır, baxmaq lazımdır ki, hansı AI daha yaxşıdır bu formada. Bu da Rodger Cornerin sualına gəlir. Hansı AI proqramından istifadə edirsiniz? Məsələn, mən ChatGPT istifadə edirəm, Codex istifadə edirəm. Belə Codex istifadə edirəm əsasən və bütün tələblərimi hələ ki ödəyir. Başqasına keçməyə hələ ki ehtiyac duymuram, amma Cloud-u da tərifləyən çox adam var. Gemini-yi da bir ara tərifləyirdilər, indi desən, bilmirəm nəsə olub, anti-reklam olmasın. O da yaxşı idi, Gemini məsələn arada bir istifadə edirdim mən, amma indi Codex-dən razıyam, heç bir problemim də yoxdur. AI engineering öyrənmək üçün mütləq front-end, back-end təməli olmalıdırmı?
AI engineeringin bəlkə də 70%-i yəni backend. AI engineer backend-i bilməlidir. Çünki AI engineer sizcə AI ilə məşğul olan bir adam deyil, sırf. AI engineer nə edir? Məsələn, nümunə olaraq nə deyə bilərəm? Məsələn, kartdan karta transfer edirsiniz. Bunu AI ilə eləyə bilərsiniz. Məsələn, səsli formada deyə bilərsiniz ki, generativ AI ilə ki, məsələn, X bir şəxsə 10 manat pul göndər. O da gedir sizin kontaktınızdan X nəfəri tapır, ona 10 manat pul göndərir. Buna okey, AI-yi quraşdıracaqsınız. AI-yi harda quraşdıracaqsınız? Backend-lə yazacaqsınız da bunu, kodla yazacaqsınız. AI nədir? Hansısa bir LLM da generativ AI bir modeldir, işləyir, ora sorğu göndərirsiniz, o sizə cavab qaytarır. Yəni burada backend developer olaraq həm AI engineer eləyir də bunu ki, məsələn, həmin AI-yə sorğu göndərir, o AI-dən cavab gəlir. Orada düzdür, indi bəzi məsələlər var ki, system prompt olur, user prompt olur, onları bilməlisiniz əlavə olaraq ki, system promptunda nə yazmalısınız. Yəni prompt engineering AI engineeringin bir tərəfidir də. Daha sonra şeydir burada LLM-lərə qadağalar qoymaq ki, ancaq sizin istədiyiniz suallara cavab versin, train eləmək, daha sonra RAG var, məsələn, yalnız istədiyiniz dokumentasiyalara baxıb sizə cavab versin falan. Bunların hamısı AI engineeringin işidir. Yəni paralel olaraq API-lərlə işləyə bilməlisiniz, servis yaza bilməlisiniz. Yəni bir backend developer ilə AI developer arasında əsas fərq odur ki, AI engineer biraz AI ilə bağlı əlavə sahələri də bilir. Məsələn, trainingdir, qurmaqdır falan. Amma software backend engineer isə əsasən belə biznes məntiq yönümlü taskları eləyir. Yəni düzdür, fərqli tərəfi bəlkə də deyə bilməyəcəm. Biraz sistem dizayn, biraz arxitektura tərəfi ilə biraz daha çox maraqlanan falan bir sahədir. Amma AI engineeringin içərisində backend engineer var 100%. Frontend olaraq deyə bilmərəm mən. Çünki frontend yəni frontla bağlı ümumi bir ola bilsin, nəsə layihəniz olsun, yazasınız. Yəni AI engineer frontend lazım deyil, amma ya da mən bilmirəm. Amma backend developerin çox yəni adətən biz AI engineer hire eləyəndə AI engineer elə bilirlər ki, şeydə LLM bilirsiniz, okey, super. Machine learning algoritmlərini bilirsiniz, partladırsınız. Bu AI engineer deyil. Bu machine learning engineer deyə bilərik. Bilmirəm nəsə bir sahə varmı? Yəqin var. Yəni belə bir engineer deyə bilərəm. Amma AI engineer 100% API-lərlə falan işləyə bilməlidir. Database yaza bilməlidir. Vektor databaselər var məsələn AI-da falan. Bunların hamısını başa düşməlidir. Codex-də məsləhət gördüyünüz skilllər. Codex-də skilllər çoxdur. Figma baxır da sizin hansı depend on sizin istəkləriniz nədir? Məsələn, slide düzəltmək üçün heç bir skilldən istifadə eləmirəm mən. Çünki düzdür, slide düzəltmək üçün orada bir-iki şey var, pluginlər var daha doğrusu. Mən istifadə eləmirəm. Avtomatik şey olaraq deyirəm ki, şəkil generate elə, prompt yazıram ona. O formada istifadə edirəm. Bir də skillləri özünüz yaza bilirsiniz. Məsələn, performanslı kod üçün hansısa bir skill düzəldirsiniz, clean kod üçün hansısa bir skill düzəldirsiniz. Bu formada istifadə edə bilərsiniz. Məsələn, o skilllər Figma falan, bunlar plugin gedir, skill gedir, bilmirəm tam olaraq. Məsələn, Figma-dan işləmək istəyirsiniz, oradakı dataları götürüb, oradakı dizaynı götürüb sizin kodunuzu yazmaq istəyirsiniz. Plugin kimi qoşursunuz, elə istifadə edə bilirsiniz.
Əlinizi qaldırmışdınız, belə yenə soruşacağınız və ya təklif edəcəyiniz varsa deyə bilərsiniz. Okay, siz də sağ olun. Suallarınız varsa yenə də verə bilərsiniz. Okay. Yoxdursa Təşəkkür edirəm. Çox faydalı və maraqlı verilməli oldu. Vaxt ayırdığınız üçün təşəkkürlər. okay. Təşəkkürlər hər kəsə. Sağ olun o zaman.